Növbəti sualımızın izahına başlayırıq. Hansı cümlədə həm isim, həm də sifət kimi başa düşülə bilən söz yoxdur? A variantına baxırıq. Güllü donunu dərziyə verdi. Güllü adlı adam donunu dərziyə verir. İsim kimi, xüsusi isim kimi başa düşərik. Bir də kimsə güllü donunu dərziyə verir. Burada gül ismindən güllü. Necə donunu? Güllü donunu. Demək, cavab A variantı ola bilməz. Çünki burada həm isim, həm də sifət kimi başa düşülə bilən söz var. Sonra ikinci. Xallı gürzəni görəndə çox qorxdu. Xallı itə verilən addır deyək ki, xüsusi isimdir. Xallı gürzəni görəndə çox qorxur. Bir də ki, kimsə xallı gürzəni görəndə çox qorxduğunu soruşuruq. Bu da necə gürzəni, xallı gürzəni? Burada sifət kimi başa düşülən söz var. C variantında qaranın vəziyyəti indi yaxşıdır. Qara adlı adam ola bilər. Vəziyyəti indi yaxşı olar, maddi vəziyyəti və yaxud səhhəti yaxşı ola bilər. Burada qara sözünü xüsusi isim kimi başa düşərik. Bir də qara oyunçunun, qara paltarlı oyunçu, qara daşlarla oynayan oyunçu, dərisi qara olan oyunçu, kimsə. Orada xüsusi isimləşmiş sifət kimi başa düşərik. Ona görə C variantı da ola bilməz. E variantı da ola bilməz. D-ni keçirəm. Testimizin cavabı D-dir. Burada da gülər üzünü qəfil turşutdu. Necə üzünü? Gülər üzünü. Arayər şəkilçisi ilə ağlar göz, gülər yüz, bu tipdə sözlər ola bilər. Feildən düzələn sifət, sifət kimi başa düşərik bu sözü. Bir də gülər adlı qız, gülər adlı insan üzünü qəfil turşudar. Da E variantı da ola bilməz. Amma D variantında mühəndis isimdir. Onu sifət kimi qəbul edə bilmərik. Kamal xüsusi isimdir, torpaq isimdir. Demək, yol isimdir, asfalt isimdir, çəkmək də feil. Ona görə testimizin cavabı olacaq D variantı.